Salam əziz izləyicilər, testimizə baxırıq. Birinci cümlədə, birinci testdə was-la vermişdi cümləni və variantlarda isə they, you və she göstərilib və biz burada ilk növbədə nəyi bilməliyik? Was ümumiyyətlə to be-nin keçmiş zaman formasıdır, yəni keçmişdə işlənilir. Bundan başqa to be-nin keçmiş deməli formada açılışı necə olur? Was, bir də were. İndi biz baxırıq testimizə. Biz bilməliyik ki, şəxsə görə necə dəyişir was və yaxud were. Yəni hansı hallarda olur? I-da, he-də, she-də və it-də olacaq was. Qalan şəxslərdə isə nə olacaq? Were. Deməli, bizim testimizdə necədir vəziyyət? Görürük ki, variantlarda A və B variantında uyğun gəlir nəyə? Were. Amma bizə lazımdır was. She was. Görürük, qaydaya əsasən she was-la işlədiləcək. Deməli, düzgün variantımız C variantı oldu. İndi baxırıq ikinci cümləmizə. İkinci cümlədə inkar cümləsi verib ikinci testimizdə. Bizə lazımdır ki, biz inkar cümləsini düzəldək. Ümumiyyətlə, əgər biz inkar cümləsini düzəltməsək, burada əmr cümləsidir və talk-la düzəldə bilərik. Yəni, heç bir şey istifadə etmədən. Amma variantlarda görürük ki, no və not verib. Yəni, inkar cümləsində onlar tək halda işlənə bilməzlər. Mütləq biz do köməkçi feilindən istifadə etməliyik. Və baxırıq ki, cümlədə göstərilib ki, talk to John. He is busy. Yəni, burada yalnız əmr cümləsidir. Məsələn, tutaq ki, deyirik ki, qapını aç. Nə bilim, maşını yu. Bunlar əmr cümləsidir və burada inkar etmir. Amma bizə inkar etməlidir. Yəni, əmr cümləsi inkarda işlənməlidir. Belə bir variant lazımdır. Və dedik ki, B və C variantı özü-özünə işlənə bilməz. Biz mütləq burada do-dan, do köməkçi feilindən istifadə etməliyik. Don't open, don't wash istifadə etməliyik və cümləmiz də A variantına uyğun gəlir. Yəni, don't talk to John. He is busy. Johnla danışma. O məşğuldur. Üçüncü cümləmizə baxırıq. I verib və boşluq verib. Yəni, bu birinci qaydamıza uyğundur. Dediyimiz kimi, yəni heç bir tərcümə ehtiyac yoxdur. Was-la were verib. I hansı, necə dəyişirdi? Necə olurdu? Was olurdu, yoxsa were olurdu? Bunu yadımızda saxlamışıqsa, bilirik ki, I was-la işlənəcək. Yəni, was mütləq ki, I-la, he-lə, she-lə, it-lə olur.